Yəni, məsələ elmi baxımından tam aydındır və əks izaha yer qoymur. Bu əsərin yeni həmbəlilərin iddia etdiyi mənaya dəlalət etmədiyi açıq-aşkardır. Bununla belə, bu yalnız sənin şəxsi fəhmindir kimi əsassız iddiaların qarşısını almaq üçün sözü gedən rəvayəti məhz elə bu şəkildə anlayan, məzhəbin mötəbər dayaq alimlərindən birinin fəhmini təqdim edirəm. Halbuki elmi obyektivlik baxımından heç buna ehtiyac yoxdur. Çünki belə açıq əsaslandırılmış bir izaha rədd etmək artıq elmi, yəni müzakirə deyil. Bu insafsızlıq və metodoloji ədalətsizlikdir. Deməli, asırıq Qadi Əbu Ya'la rahimehullah Teala'nın İbtalü Təvilat adlı kitabını. Səhifə 50. Qadi Əbu Ya'la diqqətlə qulaq as, gör burada nə deyir? Deyir ki, Qadi Əbu Ya'la Həmbəl İbn İshaqın rəvayətində İmam Əhməd belə demişdir. Həmin sənin gətirdiyin rəvayəti oxuyur. Və sonra daha 2 rəvayət oxuyur. Və diqqətlə qulaq as, sonra bu 3 rəvayəti oxuduqdan sonra sonda nə deyir? Qadi Əbu Ya'la deyir, Həmbəl İbn İshaqın rəvayətində İmam Əhməd belə demişdir. Allah-u Teala'nın dünya səmasına enməsi, Allahın görülməsi, onun qədəminin cəhənnəm üzərinə qoyulması və buna bənzər mövzularda rəvayət olunan hədislər barəsində biz onlara iman edirik, onları təsdiqləyirik. Nə keyfiyyət, nə də məna yoxdur. Onlardan heç birini rədd etmirik. Əgər sənədləri səhihdirsə, bilirik ki, Rasulullah sallallahu aleyhi və səlləmin gətirdiyi haqdır. Sonra deyirik Qadi Əbu Ya'la. Həmçinin Həmbəl İbn İshaq başqa bir rəvayətində İmam Əhməd belə demişdir. Allah gülür, bunun necə olduğunu, necə güldüyünü bilmirik. Allah gülür, necə güldüyünü bilmirik. Yalnız Rasulullahı sallallahu aleyhi ve sellem təsdiq etməklə kifayətlənirik. Burada bir qədər dayanaq. Bu rivayətə baxın. İmam Əhməd deyir ki, Allah gülür, lakin biz onun necə güldüyünü bilmirik. Gülmək Allah Teala'nın sifətidir. Onun nu'utlarından, vəsiflərindən biridir. Yeni həmbəlilərə görə onun mənası nədir? Qapalıdır. Muradını ancaq Allah bilir. Bunlara görə budur. Amma İmam Əhmədə görə nədir? İmam Əhməd deyir ki, Allah gülür, bunun necə olduğunu bilmirik. Necə güldüyünü bilmirik. İmam Əhməd Allahın necə güldüyünü bilmir. Yeni həmbəllər isə Allahın gülməsindən nə qəsd olunur onu bilmirlər. Siz necə onda İmam Əhmədə özünüzü mənsub edirsiniz? İmam Əhməd burada bilmədiyi nədir? Gülməyin necə olması. Allah necə gülür? Tamam. Siz isə deyirsiniz ki, ümumiyyətlə gülməyin mənası yoxdur. İmam Əhməd deyir ki, gülməyin necə olduğunu biz bilmirik. Bu, yəni açıq, aydın şəkildə təfvidi batil eləyir, təfvidi puç eləyir, təfvid nəzəriyyəsinin batil bir şey olduğunu nə edir? Bizə göstərir. Açıq aydındır. Allah gülür, necə güldüyünü bilmirik. Yalnız Rasulullah sallallahu aleyhi ve sellem təsdiq etməklə biz kifayətlənirik ki, yəni Peyğəmbər deyib Allah gülür, bizə deyirik Allah subhanahu wa ta'ala gülür. Necə gülür onu bilmirik. Qadi Əbu Ya'la davam edir. Sonra İmam Əhməd belə demişdir. Müşəbbihə, Allahı məxluqa oxşadanlar deyirlər ki, Allahın görməsi mənim görməm kimidir, əli mənim əlim kimidir, qədəm mənim qədəmim kimidir. Kim belə deyərsə, Allahın məxluqlarına bənzətmiş olar. Bu da İmam Əhməddə təşbih və təcsim qavramı tam başqadır. Yeni həmbələr tam başqa. Yeni həmbələrdə, maturidilərdə, əşarilərdə, yəni insanın müşəbbihə olması üçün bu tam başqa bir şeydir. Hə? İslam alimlərində bu tam başqa bir şeydir. Bunlarda Platonun, Sokratın, Aristonun ilahın sifətlərinə dair, ilah hansı sifətlərdə olmalıdır, ilah hansı sifətlərdə olmamalıdır, onlar bu cür yanaşırlar. İslam alimləri başqa cür yanaşır. Onların da biri İmam Əhməd. Nə cür yanaşır? Desən ki, mənim əlim Allahın əli kimidir, təşbih bu zaman baş verir. İslam alimləri belə deyir. Biz bilmirik, siz nə deyirsiniz. Sonra Qadi Əbu Ya'la deyir ki, deyir ki, kim Allahın görməsi mənim görməm kimidirsə, əli mənim əlimdir kim desə, qədəmi mənim qədəmim kimidir desə, kim belə desə Allahı məxluqatlarına oxşatmış olar. Qadi Əbu Ya'la bütün bu 3 dənə rivayətdən sonra sonda görün nə deyir? Deyir ki, bu sözləri ilə İmam Əhməd açıq şəkildə bildirir ki, xəbərlərdə gələn sifətlər zahiri üzrə qəbul edilir, nə təşbih, nə də təvil edilir. Sifətlər təsdiq olunur zahirinə görə, təşbih etmədən, yəni oxşatmadan və bir də nə etmədən, təvil etmədən. Sənin gətirdiyin rivayətə
La mə'na, məna yoxdur. Deyirsən ki, İmam Əhməd deyir ki, sifətlərin mənası qapalıdır. Qadi Əbiya deyir ki, İmam Əhməd əksinə demək istəyib ki, burada sifətlər zahirinə görə qəbul edilir. Oxşatmadan, təşbiyə yol vermədən və bir də təvil etmədən.